Tamam izleyiciler. Bu videoda 20 sınav test toplusundan birinci grupa ait sınav imtahanı nömrə 5'in izahını vereceğim. Bura kadar olan sınavların izahını paylaşmışam. Həmçinin bu yaxınlarda olan OTK və hədəf və dəyər sınavında kanalda paylaşmışam. İzləməmişsinizsə mütləq izləyin. İmtahan öncəsi ümumiyyətcə təkrar eləmək üçün kanalda ümumi fizika təkrar videoları var. Birinci və ikinci isə ümumi təkrar. Onları izləyə bilərsiniz. Həmçinin 100-ə yaxın sınaq və qəbul var. Həmçinin model suallar var. Onları da izləyib daha yaxşı təkrar edə bilərsiniz. Əlavə testləri də işləmək üçün, PDF-ni əldə etmək üçün sınaq qrupuna qoşula bilərsiniz. Ətraflı məlumat açıqlamada yerləşdirilir. Birinci sual. Bir cins elektrostatik sahənin qüvvə xəttləri üzərində verilmiş iki nöqtə arasındakı gərginliyin sahənin intensivliyindən asılı qrafik hansıdır? Bir cins sahədə gərginliyi tapanda U bərabərdir Y-dir. Yəni iki nöqtə arasındakı gərginlik onların arasındakı intensivliklə ya da sahənin intensivliyi ilə düz mütənasibdir. 2. Müsbət yüklü zərrəcik bir cins elektrostatik sahədə B nöqtəsindən C nöqtəsinə getdikdə elektrik sayısı ilə qarşılıqlı təsir enerjisi 6 millijoule azalır. Bu yüklü zərrəcik B-dən D-yə getdikdə qarşılıqlı təsir potensial enerjisi necə dəyişər? Bölgülər arası məsafə eynidir. Burada potensial enerjinin dəyişməsi görülən işə bərabərdir və elektrik sayəsində görülən işin düsturunu yazsaq, əks işarə ilə görülən iş A bərabərdir QU-dur. Ya da QYD-dir. Deməli, burada Q eynidir, Y eynidir, D-lərə baxacağın. D bu şəkildə ölçülür. Məsələn, B ilə C arasındakı məsafə 3D-dir. B ilə D arasındakı məsafə isə 4D-dir. Ona görə bunu tənasib olaraq yaza bilərik. Çünki məsafə artdıqca iş artır. İş artırsa potensial enerjinin dəyişməsi artır. Tənasibi belə quracağın 3D-yə uyğun olan 6-dırsa 4D-yə uyğun olan X-dir. Və buradan X-i tapanda X bərabərdir 24D bölünsün 3D. 24 də 3-ə böləndə cavab olur 8 millijoule azalar. 8 millijoule iş görüldüyünə görə potensial enerji 8 millijoule azalır. 3. Müsbət yüklü zərrəcik təsvir olunmuş elektrostatik sahədə göstərilən istiqamətlərə gedir. Hansı ifadələr doğrudur? Digər təsvirlər nəzərə alınmır. Birinci, bu qeyri-bir sahədir. Bura müsbətdir, bura mənfidir. Bu müsbət yük azalan təcillə yeyinləşən hərəkət edir. Burada bərabər yeyinləşən olan və yaxud bərabər yavaşlayan olan cavabları atırıq. Çünki bu qeyri-bir cins sahədir. Burada bərabər təcil hərəkət ola bilməz. 2-5 olanları atırıq. Sahə müsbət iş görür. Bu doğrudur. Çünki yeyinləşən hərəkət edir. Sahə müsbət iş görürsə zərrəciyin kinetik enerjisi artır. Yəni cavab 1, 4-dür. C bəndi. Ümumiyyətcə müsbət iş görəndə kinetik artır, potensial azalır. Deməli, dördüncü sual. Dördüncü sualı həll eləməkdən əvvəl öncə yuxarı hissəni ağardım ki, burada daha rahat yaza bilim həll hissəsini. Deməli, verilənlərə baxsaq, C1 bərabərdir C, U1 bərabərdir 18 volt olarsa kondensator bateriyasının ümumi tutumu nəyə bərabərdir? Ümumi gərginlik 24 olduğuna görə əgər U1 bərabərdir 18 volt verilibsə, deməli U2 bərabərdir 6 voltdur. Yəni 24 çıxılsın. Və ardıcıl birləşmədə tutum gərginliklə tərs mütənasibdir. Daha doğrusu gərginlik tutumla tərs mütənasibdir. Ona görə yaza bilərik U1 bölünsün U2 bərabərdir C2 bölünsün C1-ə. U1-in yerinə 18, U2-nin yerinə 6, C2-ni bilmirəm. Yəni bunu axtarırıq buradan. Hələ ki C2-ni saxlayıram, C1-in yerinə C. Bu nisbətdən alıram ki C2 bərabərdir 3C-yə. İkincinin tutumunu təyinlədik. Birinci C-dir, ikinci 3C-dir. C ilə 3C ardıcıldırsa, iki dənə fərqlisi ardıcıl olanda tutumu bu düsturla tapacağın C ardıcıl bərabərdir. C1 C2 bölək C1 üstəgəl C2. Yəni C vurulsun 3C bölünsün 4C. C'lərdən biri getdi, qalır 4-də 3 C. D bəndi. Öncə C2-nin 3C olduğunu təyinlədik. Bunu deməli gərginliklə tərs mütənasiblikdən tapdıq. Sonra isə yerinə qoyub ümumi tutumu tapdıq. 5. Qüvvə xətləri təsvir olunmuş, yenə qeyri-bir cins sahədir.
Sahənin göstərilən nöqtələrində sahənin potensialı və intensivliyi modulu üçün hansı fərqlər doğrudur? Deməli, bu hissənin mənfi, bu hissənin müsbət olduğunu nəzərə alaq. Müsbətdən mənfiyə doğru getdikcə potensial azalır. Yəni, fi 1 kiçikdir fi 2-dən. Gəldik intensivlik məsələsinə. Harda xətlər daha sıxdırsa, orada intensivlik daha çoxdur. Yəni, E1 böyükdür E2-dən. Sıxlaşdıqca intensivlik artır. Cavab 2, 4. D variantıdır. 6. Vakuumda birciz elektrostatik sahədə sükunət alınan hərəkətə başlayan protonun eyni zaman ərzində, bu da çox önəmlidir, yerdəyişməsi modulunun intensivlikdən asılı qrafiki hansıdır? Sükunətdən başlayırsa S bərabərdir AT kvadratı bölü 2-dir. Və A-nın yerinə Q-yə bölünsün M ifadəsini qoysam, ifadə olacaq Q-yə böl M T kvadratı bölü 2. Yəni E-dən düz asılıdır. A variantı. Normal AT kvadratı bölü 2'dir. 7. Yükü 3,2 vuraq 10 üstü mənfi 19 kulon, kütləsi 6,4 vuraq 10 üstü mənfi 7 kiloqram olan müsbət iyon 2 vuraq 10 üstü 6 sürətlə intensivliyi 5 vuraq 10 üstü 2 volt bölü metr olan bir cins elektrik sahəyə qüvvə xətlərinə əks istiqamətlə daxil olur. İyonun tormuz müddətini hesablayın. Tormuz müddətini düsturun yazsaq, T tormuz bərabərdir V0 bölünsün A'dır. Bu da verir M V0 bölək QY. Çünki A-nın yerinə Q-yə bölək M ifadəsini qoyuruq. Gətirib kəmiyyətləri yerinə qoysam, kütlənin yerinə 6,4 vurulsun 10 üstü mənfi 27. V0 2 vur 10 üstü 6. Q 3,2 vuraq 10 üstü mənfi 19 və deməli Y də 5 vurulsun 10 üstü 2. 6,4'ü böldüm 3,2'ye bu verdi 2. 2 dəfə 2 4 qaldı 4 böl 5 vurulsun 10 üstü. 26'dan 27'den 6 çıxanda qaldı 21. Aşağıda isə 17. 21'den də 17'sin çıxanda qaldı 10 üstü mənfi 4. Ya da 0,8 vuraq 10 üstü mənfi 3. Yəni 0,8 millisaniyə. Normal tormoz müddətini düsturu işlətdik. Deməli V0 böl A. A-nın yerinə Q-yə bölə M qoyduq. 8. Hər hansı maddənin dielektrik nüfuzlu 6 olması o deməkdir ki, bu maddənin daxilində epsilon düsturu Y0 bölə Y-dir. Bu maddənin daxilində intensivlik 6 dəfə kiçikdir. Vakuumdakından 6 dəfə kiçikdir. E0 vakuumdakıdır. 9. Yükləri Q və B mənfi 5 olan iki eyni ölçülü metal kürə bir-birindən R məsafədə yerləşir. Bu kürəcikləri bir-birinə toxundurduqdan sonra həmin məsafədə yerləşdikdə qarşılıqlı təsir qüvvəsi necə dəyişər? Bu tip toxundurma sualları çox önəmlidir və belə sualları həll etmək üçün öncə toxundurmamış vəziyyəti tapın, daha sonra toxundurandan sonranı tapıb bir-biri ilə müqayisə edin. Bir burada öncə toxundurmamış tapacağım. Toxundurmamış tapanda bunu F1 ilə işarələdim. F1 bərabərdir K vurulsun. Q vuraq 5Q bölək R kvadratı. Yəni K vuraq 5Q kvadratı bölək R kvadratı. Toxunduranda yüklər toplanır 2-yə bölünür. Yəni Q üstə gəl mənfi 5Q bölünsün 2. Bu mənfi 4Q'ni 2-yə böləndə cavab olur mənfi 2Q. F2-ni tapsaq K vurulsun 2 2Q 2Q'ya vuranda 4Q kvadratı böl R kvadratı. 5'ten 4'e geldi. 5 bölünsün 4 1,25. Qüvvə 1,25 dəfə azalır. Öncə toxundurana qədər olana baxdıq. Yəni yüklərin birin Q, birin 5Q götürdüm. Modul olduğuna görə işarəni nəzərə almadım. Bu verdi K vuraq 5Q kvadrat bölə R kvadratı. Daha sonra toxundurduq. Toxundurandan sonra yüklər toplandı, 2-yə bölündü. İndi isə deməli 4 verdi. 5'ten 4'e gəlibsə 1,25 dəfə azalıb. 10. Proton və elektron birciz elektrostatik sahəyə qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olur. Zərrəciklər sahədə hərəkət istiqamətləri üçün hansı fərqlər doğrudur? Qüvvə xətlərinin müsbətdən başladığını, mənfiyə getdiyini bilirik. Proton müsbət, elektron mənfidir. Müsbətə təsir edən qüvvə sağ tərəfə, mənfiyə təsir edən qüvvə sol tərəfə yönəlir. Ona görə proton bu şəkildə meyllənər, yəni sağa dönər. Elektronsa sola dönər. Proton sağa meyl edir, elektron sola meyl edir. C variantıdır.
11. Bərabər tərəfli üçbucağın təpə nöqtələrində yerləşdirilmiş yüklərin üçbucağın mərkəzinə yaratdığı elektrik səsinin yekun tezliyi hansı istiqamətdə yönələr? Bunlara deməli rəqəmlərlə ad verəcəm. Bu 1-dir. 1 mənfi olduğuna görə 1-ə daxil olur. Bu E1. 2 də mənfidir. Buna da daxil olur. Bu da E2. 3 müsbətdir. Müsbətdən çıxır. Bu da düşür belə. Ona görə də yekun tensiv aşağı olacaq. Bu ikisinin də yekun aşağıdır. 12. İzolyatordan dəstəyi olan və müsbət yüklənmiş kürə elektroskopun fincanının xarici səthinə toxundurlarsa, elektroskopun vərəqləri və fincanın necə yüklənməsi haqqında hansı fikir doğrudur? Elektroskopun xaricinə nə toxundurlarsa, həm elektroskopun kürəsi, yəni fincanı, həm də vərəqlər eyni işarə ilə yüklənər. Yəni ikisi də müsbət yüklənəcək. Toxunma olduğuna görə tamamilə müsbət yüklənir. 13. C1 bərabərdir 2C, C2 bərabərdir 3C, C3 bərabər 4C olarsa ümumi tutumu hesablayın. Öncə bunların necə birləşdiyinə baxaq. Bunun üçün dövrəni açıram. Bura A hərfi yazıram. Bura B hərfi. B-nin çata bildiyi yerlərə də B-ni yazıram. Heç birinin çata bilmədiyi ortada bir C nöqtəsi var. Burada C hərfləri. İndi hərfləndirmə ilə dövrəni açacağım. Dövrəni açmaq üçün ən kənarda A nöqtəsini, digər kənarda B nöqtəsini, ortada C nöqtəsini qeyd edirik. Bir tərəfi A və C olan A ilə C arasında yerləşən bir dənə C2-dir. Üstündən xətt seçdim. C2-ni bura çəkirəm. C2 də 3C-dir. Bir tərəfi B, bir tərəfi C olan iki dənə var. Ona görə də bunları bir-birinə paralel qoşmalıyam. Eyni hərf arasındakiler paralel olur. Bu C1 bərabərdir 2C və C2 bərabərdir 4C'dir. Beləcə mürəkkəb dövrəni açdıq, sadələşdirdik. Sağ tərəfdəki 2C ilə 4C paraleldir. Bura verir 6C. Sonra 6C ilə 3C ardıcıldır. Ona görə C ardıcıl bərabərdir. 6C vuraq 3C bölünsün 9C. 18C ilə 9C böləndə cavab olur 2C. Daha doğrusu 9-a böləndə. Öncə dövrəni açdıq. Dövrəni açdıq. Bu vəziyyətə gəldi. Burada artıq hərfləri silib belə bir dövrə oldu. Daha sonra bu dövrənin ümumi tutumunu hesabladıq. 14. Sabit gerilim mənbəyinə qoşulmuş. Sabit gerilim mənbəyinə qoşulmuş deyirsə, deməli U bərabərdir konust halına görə baxacağın. Deməli kondensatorun lövhələr arasındakı məsafəni 2 dəfə artırıb, lövhələr arasında dielektrik nüfuzlu 6 olan dielektrik doldurduqda kondensatorun enerji sıxlığı necə dəyişər? Sırf U konust halına uyğun enerji sıxlığının düsturunu yazsam, bunu omega 1 kimi işarələyirəm. Omega 1 bərabərdir. Deməli, epsilon 0 U kvadratı böl 2D kvadratıdır. Epsilon 2'ni tapsam, dielektrik nüfuzu 6 olan dielektrik gətirilib. Buna görə 6 vurulsun epsilon 0 U kvadratı. Məsafə 2 dəfə artırsa 2 vuraq 4D kvadratı. 6'ını 4'e böləndə 1,5 eləyir. Yəni 1,5 dəfə artar. Kəsirin sürəti 6 dəfə artdı. Məxrəci 4 dəfə artdı. 6'ını 4'e böləndə 1,5 eləyir. 15. Kübün yükünün Q2 yükünə təsir etdiyi qüvvənin modulu F olarsa, 2'nin 1'ə təsir etdiyi qüvvə də F olacaq. Bunlar bir-birlərini itələyirlər və Newtonun 3-cü qanununa görə təsir əks təsirə bərabərdir. Qüvvələr modulca bərabər, istiqamət əksdir. 16. Müstəvi kondensator yükləndikdən sonra sabit gerilim mənbəyindən ayrıldı. Bu nə deməkdir? Q bərabərdir, konstantdır. Lövhələr arasında dielektrik nüfuzu 9 olan dielektrik doldurduqda elektrik hissəsinin intensivliyi necə dəyişər? Q konusda deməli E bərabərdir. Q bölünsün epsilon epsilon 0 S'dir. Epsilondan tərs asılıdır. 9 doldurduqda 9 dəfə azalar. 17. Yükü müsbət Q, kütləsi M, iyon intensivliyi modulu E olan bir diz elektrik sayəsində sükunət vəziyyətinə hərəkətə başlayır. Sahə istiqamətlə S qədər yer dəyişmə etdikdə aldığı sürət hansı ifadə tapılır? Buradan V bərabərdir. Kök altda 2A S-dir. 2-ni yerində saxlayıram. A-nın yerinə Q-yə bölək M, S də yerində. 2 Q-yə bölək M vurulsun S. Yəni kök altda 2 AS-dən alınan düsturdur. 18.
Joule bölək klon vuraq metr hansı fizik əmətin vahidinə uyğundur? Əslinə qalsa burada joule bölünsün klon bizə volt verir. Volt bölək metr də verir intensivliyi. Elektrik sahəsinin intensivliyi. Ya da başqa üsulla da gedə bilərik. Deməli, joule yerində saxlayaram. Burada klon vurulsun metrdir. Joule'un yerinə newton vuraq metr, klon vuraq metr. Metrlər gedir, qalır newton bölək klon. Bu da E bərabərdir. F böl 2-dür. 19. Hansı ifadə doğrudur? M nöqtəsində yerləşən müsbət 2 yükünə təsir edən əvəzləyici qüvvə. Deməli, buna 1 desəm, buna 2, buna da 3. 1 2-ni itələyir, çünki eyni işarəlidir. 3 2-ni cəzb edir, çünki əks işarəlidir. Ona görə 2-yə təsir edən əvəzləyici qüvvə sağ tərəfə yönəlmişdir. 20. Təsvir olunan lövhələrdə kondensatorların gərginlikləri arasında hansı münasibət doğrudur? Öncə tutum nə olur olsun, U1 bərabərdir U2-dir. Çünki bunlar bir-birinə paraleldir. Və bu dövrədə U1 ilə U2 paralel olduğuna görə tutumları toplasam, bura olur 6C. Bura da 6C olduğuna görə eyni ilə U3 də bunlara bərabərdir. Yəni hər üç kondensatorun gərginliyi eyni olacaq. 1 ilə 2 ona görə paralel bərabərdir ki, paralel birləşiblər. 3 də ona görə bərabər oldu ki, onlar da tutumu, deməli 3-ün tutumu 1 ilə 2-nin bir yerdə tutumları cəminə bərabərdir. 21. Kübür yükünün N nöqtəsində yaratdığı elektrik hissəsinin intensivliyi E olarsa, həmin nöqtədə Y2 elektrik hissəsinin intensivliyi modulu nəyə bərabərdir? Kübür müsbətdir. Müsbətdən çıxır. Bura E-dir. Buradakı mənfidir. Mənfiyə daxil olur. Bu da deməli E-dir. İkisi modulca bərabərdir. Çünki E bərabərdir. K vurulsun. Modulda Q0 bölək R kvadratıdır. Məsafə eynidir, yüklər də eynidir. Yekun yönələcək tənbölən istiqamətində bu şəkildə və bu yekunu tapmaq üçün kosinuslar teoremindən istifadə edəcəyin. Bu bucağa baxsam 120, 60, 60 dərəcədir bura. Amma 60-a görə yox, bura görə əldə edəcəyin və yekun Y bərabərdir. Kök altda E kvadratı, üstə gəl E kvadratı, üstə gəl 2 E kvadratı, yəni E1, E2 eyni şey olur. Vurulsun 2-də 1. 2 ilə 2-də 1 getdi. 3E kvadratı verir. Bu da verir E kökdə 3. A bəndi. 22. Elirven diaqramına uyğun bəndləri müəyyən edin. Eyni tutumlu iki üstəba kondensatoru biri sabit gerilim mənbəyinə qoşulmuşdur. Digəri isə qoşulduqdan sonra mənbədən ayrılmışdır. Hər iki kondensatorun lövhələr arasında məsafəni artırdıqda. Deməli, birinci kondensator sabit gərginliyə qoşulub. İkinci kondensator yüklənib ayrılıb. Kondensatorun tutumu azalar bu hər ikisinə aiddir. Çünki C bərabərdir. Epsilon, epsilon 0, S böl D'dir. Yəni məsafədən tərs asılıdır. Məsafəni artıranda hər ikisi də tutum azalar. Kondensatorun yükü azalar. Yük azalır. Bu ikinci sxema aiddir. Daha doğrusu birinci sxema aiddir. Çünki gərginlik sabit qalır orada. Gərginlik dəyişmir. Bu da bura aiddir. Elektrik sayısı mövcuddur. 4 hər ikisinə aiddir. Kondensatorun elektrik sayısının enerjisi artır. 5 də buradadır. Çünki Q konusunda olanda W bərabərdir. Q kvadrat bölək 2S'dir. Yəni Q kvadratı D bölək 2 epsilon epsilon 0 S'dir. Uyğun cavab 2, 3, 5, 1, 4'tür. 23. Verilmiş kondensatorun enerjisinin yükündən asılı qrafikinə görə onun tutumunu hesablayın. Buradan W bərabərdir. Q kvadratı bölək 2C'dir. Və buradan C'ni tapanda Q kvadratı bölü 2W. Q 2'dir. 4 vuraq 10 üstü mənfi 12. Çünki mikrodur. Kvadratı 10 üstü mənfi 6'dır. Kvadratı mənfi 12. 2 vurulsun 4'də 8. Özür istəyirəm. Bu 2'yə vurub 4 ilə birbaşa 8 yazmışam. Bu məxrəstəki 8'dir. 2 vurulsun yoxdur. 4'ü 8'e bölürəm 0.5. Burada da 10 üstü mənfi 6 var idi. Çünki mikrodur. 0.5 vuraq 10 üstü mənfi 6. Cavabı mikrofaradla istəyir. Elə cavab 0.5 mikrofarad. 24. Hansı ifadələr doğrudur? Elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə kinetik enerji azalır. Yanlışdır. Əgər A böyükdür 0 olarsa kinetik artır.
Elektrostatik sahə yüklü zərrəcik üzərində müsbət iş gördükdə potensial enerjisi azalır, doğrudur. Qüvvə xətləri -3-dən başlayır, müsbətdə qurtarır, yanlışdır. Qüvvə xətləri qapalıdır, yanlışdır. Qapalı trayektoriya elektrostatik sahənin gördüyü iş sıfıra bərabərdir, doğrudur. Bu da hardan gəlir? Deməli, 2 vurulsun fi1 minus fi2-dir. Başladığı yerə qayıtdığına görə qapalı trayektoriyada iş sıfır olur. Çünki potensiallar eynidir. 25. Yükü 8E olan müsbət yüklü hissəcik bir cis elektrik sayəsində potensialı 8 olan nöqtədən 48 olan nöqtəyə getdikdə potensial enerji dəyişməsini hesablayın. Deməli, delta W potensial bərabərdir mənfi A-dır. Bu da kəmiyyətləri yerinə qoysam, mənfi 8E vurulsun 48 daha doğrusu 8 çıxar 48. Fi1 minus Fi2. Bu da bərabərdir. Deməli, qarşıda mənfi A-dır. Ona görə belə yazdım. 8E-ni də mənfi 40-a vuranda cavab olur 320 elektron volt. Yəni 8 vuraq 40. 26. Təsvir olunmuş dövrdə kondensatorlar bateriyasının ümumi tutumunu hesablayın. Deməli, C1 ilə C2 ardıcıldır. Burada C1, C2 bölək C1 üstəgəl C2 işlədəcəyin. 2 vurulsun 8 bölünsün 10. Bu oldu 1,6. Sonra da 3 ilə, yəni C3 ilə 1,6 paralel olduğuna görə 4 üstəgəl 1,6 toplayırıq. Cavab 5,6. 27. Uyğunluğu müəyyən edin. C1 kondensatorun yükü Q'dur. C1 Q'dürsə C2 də Q'ya bərabərdir. Çünki arıcıda yüklər eynidir. Ona görə C2 kondensatorun yükü Q'dur. C3 kondensatorun yükü isə 2 Q'dur. Bunun səbəbi odur ki, deməli yuxarıda kondensatorlar arıcıldır 18, 3 18, 18 9-a böldük 2C'dir. Aşağı isə 4C'dir. Və sistemin ümumi yükü 3 Q'ya bərabərdir. Bu da C'dir. Deməli 1-ə getdi A, 2-yə Y, 3-ə C. Çünki bu ikisi bir yerdə ümumi Q sayılır. Aşağıdakı 2 Q'dur. Ümumi yükü tapanda Q üstəgəl 2 Q cavab olur 3 Q. 1-ə getdi A, yəni Q-yə bərabərdir. Ardıcıl olduğuna görə tutum nə olur olsun. Yüklər eynidir. 2-yə Y, tutum 2 dəfə çox olduğuna görə yük də 2 dəfə çoxdur. 3 isə C-dir. Çatdıq yazı tipli suallara. Elektrik dövrəsindəki naqil qırıldıqda yola düşür. Nə üçün bu naqili quru ağacla yoldan kənara çəkmək istəyən adam naqilə tərəf iri addımlarla yox, xırda addımlarla getməlidir. Deməli, bu potensiallar fərqinə görədir. Yəni, iri addımlarla getdikdə potensiallar fərqi böyük olduğu üçün cəryan vurma ehtimalı artır. Belə də yazırıq. İri addımlarla getdikdə U bərabərdir. YD-yə görə potensiallar fərqi artır və cəryanın vurma ehtimalı artır. Ona görə də xırda addımlarla getməlidir. Yəni, böyük addımlarla getdikdə arada məsafə çox olduğuna görə potensiallar fərqi artır. Potensiallar fərqinin artması da onun cəryan vurma ehtimalını artırır. Ona görə də xırda addımlarla gedir ki, potensiallar fərqi kiçik olsun. 29. Kütləsi 10 üstü mənfi 4 kiloqram. Sol tərəfə ağardım. Çünki bu şərti düzdə oxumamışam, amma böyük suala bənzəyir. Aha. Deməli, kütləsi 10 üstü mənfi 4 kiloqram, yükü 10 üstü mənfi 6 kulon olan yüklü hissəcik, kürəcik üfüqə yerləşdirilmiş yüklü lövhələr arasında sərbəst buraxılır. V00-dır, H32 sm, sahənin intensivliyi 600 volt bölü metr olarsa, kürəcik nə qədər vaxtda aşağı lövhəyə çatar? Havanın müqaviməti nəzərə alınmır. Deməli, bura müsbətdir, bura mənfidir. Bu kürəciyə bir aşağıya doğru mg ağırlıq qüvvəsi, bir də QY qulon qüvvəsi çəkir, elektrostatik qüvvə.
Öncə bu zərərciyə təsir edən əvəzləyici qüvvədən təcilin tapacağını, yəni yazırıq A bərabərdir. İkisi də eyni yönəldiyinə görə mj üstəgəl q'yə bölünsün m. Kəmiyyətləri yerinə qoysam, mj 10 üstü mənfi 4 vurulsun 10 üstəgəl. Digəri isə 10 üstü mənfi 6 vurulsun 600. Aşağıda da 10 üstü mənfi 4. Deməli, 2 sıfırı buradan apardım. Yuxarıda olur 10 üstəgəl 6 vurulsun 10 üstü mənfi 4. Aşağıda 10 üstü mənfi 4. Cavab oldu 16. Təcil 16'dır. Başlanğıc sürət 0'dırsa buradan t'ni tapanda t bərabərdir. Kök altda 2h bölünsün a. 2h böl j idi. Burada a olduğuna görə a yazıram. Yəni 2 vurulsun h'ın yerinə 32 santimetr. 0,32. A isə 16. 2 ilə aparılır 8. %32'ni 8'e böləndə 0,4. Yəni 0,2 saniyə. Öncə əvəzləyici qüvvəni tapdım. F əvəzləyici bərabərdir mj üstəgəl q'yə. Çünki eyni istiqamətdədir. Buradan istifadə edib təcili tapdım. Sonra t bərabərdir kök altda 2h böl a ilə. Çünki h bərabərdir at kvadrat böl 2'dir. Zamanı tapdım. 30. Uyğun düsturlardan istifadə etməklə sabit sürətlə birciz elektrik sahəsinin qüvvə xətləri simetrində sahəyə daxil olan elektronun tormoz yolunun intensivlikdən asılı qrafikini çəkin. Birinci elektrik birciz elektrik sahəsinə sahə istiqamətində daxil olanda tormozlanacaq. Bunun səbəbi mənfinin mənfiyə yaxınlaşmalıdır. Və tormoz yolunun düsturunu yazsam, S tormoz bərabərdir. V sıfırın kvadratı bölünsün 2A. A bərabərdir. Q'yə bölünsün M. İfadə olacaq. M V sıfırın kvadratı böl 2 Q'ye. Yəni tormoz yolu sahənin intensivliyi ilə tərs mütənasibdir. Normal tərs mütənasib çəkim. Düsturdan da görünür ki, S tormoz bərabərdir V sıfırın kvadratı bölə 2A'dır. A'nın yerinə Q'yə bölək M qoyanda olur M V sıfırın kvadratı bölə 2 Q'ye. Yəni tormoz yolu Y'dən tərs asılıdır. Beləcə sınaq 5-in izahını yekunlaşdırdım. Ümumi 30 sualın izahını elədim. Bundan sonraki sınaqların da izahını sizinlə paylaşacağım. Videolardan vaxtına xəbər tutmaq üçün kanala abunə olmağı, həmçinin bildirimləri açmağı unutmayın. Hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşənə qədər.